Təşəkkür edirəm. Mən xatırlayırsınız Hüseyn xanım, 19-cu ildən üzü bu tərəfə elə bu studiyada dəfələrlə Mehdiyevlərin, Sadıqovların, digərlərinin həbs olunması barədə, Ələsənovların həbs olunması və bunlar barədə istintaqın aparılması lazım olduğunu biz dəfələrlə qeyd eləmişik. Müxalifət olaraq qeyd eləmişik. İndi düz deyil, mən bu həbsə haqq qazandır, amma fakt odur ki, bu iqtidarın dönəmində bu adamlar bu gücə çatıblar, bu iqtidarın dönəmində bu adamlar vəzifə başında olurlar, bu iqtidarın dönəmində bu adamlar villalarında oturub dövlət idarə edir. Xatırlayırsınızsa 20-ci ilin seçkilərini mən sizə xatırladım. Elmlər Akademiyasının qabağında namizədlər əl öpməklə məşğul idilər. Yəni ağsaqqal ləqəbli bu belə deyək də indi Boz kardinal mı deyirlər? Ağsaqqal deyilir, yox, el arası o daxildə biz müxalifət boz kardinal deyirik ona, amma iqtidar daxilində ağsaqqal deyilmişlər buna. Ağsaqqalın dabrosunu almaq, əlini öpmək, xeyir duasını almaq 20-ci il hələ adam çıxarılıb administrasiyadan filan da 1 ildir və oturub Elmlər Akademiyasında bu adamın dövlətin ən stratejik orqanlarına təsir eləmə imkanları var. Bu dəqiqədə var. Bu şayə deyildi mi sizcə? Yoxsa elə gerçəkdən onun da siyahısı var idi mi 2020-də? Niyə şayə olsun? Yox, yəni onun siyahısından seçilənlər oldu mu o 2020-də də? Təbii ki, niyə də yoxdur? Kifayət qədər var. Elə indi də var. İndinin özündə də məsəl üçün belə bir çox yaşı belə deyək də 50 üzərində olan bir çoxunun Ramiz Mehdiyevlə bu və ya digər formada əlaqələri var və xeyir duası var. Birinin çıxıb Ramiz Mehdiyev haqqında kəskin fikir işlətdiyini eşitmisiniz. Yəni bir ikisi xaricdə o köhnə komanda dediyimiz hansı ki indi parlamentdədirlər, komitə sədrləri də ola bilər, müavinləri də ola bilər, naziri. Bir nüansı deyim də, adamın oğlu generaldır. Fövqəladə Hallar Nazirliyinin güc strukturlarından birinin, düzdür, indiki Fövqəladə Hallar Nazirliyi güc strukturu sayılır. Və general da adamın oğlu. Yoldaşı Bakı Dövlətdə kafedra müdürü səhv eləmirəm. Qızı hardadır, kürəkəni hardadır, milyardlıq dövriyyələr var. Məsələn, bir məhkəmələrində 220 milyonluq yeyinti ilə bağlı məhkəmələri var bunların o həbs olunan. Yəni bu böyük bir gücdür və bu adamın indiyə qədər bu qədər cinayətlərlə, bu qədər vətənə xəyanətlə, bu qədər baxın Azərbaycanın inkişafının qarşısını alması, demokratiyanın qarşısını alması, iqtidar müxalifət uzlaşmasının qarşısını alınması. Mən əminəm ki, bunun müxalifət ayağı da var, media ayağı da var, hakimiyyət daxilində güc strukturlarından indi müxtəlif səviyyələrdə təsir imkanları da var və bu adamın 4 aylıq həbs qəti imkan tədbiri evdə olmaz. Mən qəti bunun əleyhinəyəm. Bilmirəm 87 yaş nəzərə alınır. Onda sual verirəm buradan həm məhkəməyə, istintaq orqanına. 100 yaşı olsa deyəcəkdi yaxşı eləmsən, sən onda tutmuruq səni, gəl çevriliş elə. Adamın maddələrinə baxın. Zorla hakimiyyət ələ keçirmə, saxlama və vətənə xəyanət, dövlətə xəyanət. O biri maddəni qoyuram qırağa, qara pul yuma filan. Bunu JEK müdüründən tutun, istənilən icra başçısına yapışdırmaq olar. 80%-ə mən sübut eləyərəm burada. 80%, indi 20% çıxaq bəzilərini. Yəni onu qoydum qırağa. Amma fakt adam gözümüzün içinə baxa-baxa 19-cu ildən bu yana təxribatlarla məşğuldur. Bu adam istər dövlətin xaricdəki imicinə, daxildəki dəngələrə müdaxilə eləyir və mən indi adlarını bəzilərini çəkmək istəmirəm. Amma kifayət qədər iri fiqurlar var ki, adamın hələ də bunlara ağsaqqal deyirlər Ramiz Mehdiyevə və bu, baxın, Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının hələ də üzvüdür. Nəm hələ də yapın əsas strukturlarında birində təmsil olunur. Yəni bunu axı biz biliriksə, biz müxalifət informasiyasız, daxili informasiyaya buraxılmayan dövlət idarəçiliyində məlumat verir. Ay Sünsən, adı orada mənim də adımı yazsınlar da ora. Siz də yazsınlar da, mən də yazsınlar Dövlət Təhlükəsizlik Şurasında. Yəni ölü can deyirlər də, deyirlər məsələn adı var amma özü yoxdur. Dövlət məmuriyyətində ölü can anlayışı var sizcə. Onların üstünlükləri var, onların hansısa məlumatlara çıxışları var, bəli, zəngləri var, təsir imkanları var. Bu dövlət məmuriyyəti tam başqa şeydir. Yəni elə bir şey deyil, bu getdim evdə, elə deyil. Yəni bu adamın kifayət qədər təsir imkanları var. Adam təcrid olunmalıdır. Təcrid olunmalıdır adam. Ətraf mühitdən təcrid olunmalıdır. Baxın, 4 aylıq həbs, ümumiyyətlə istintaq müddətində həbs qəti imkan tədbiri niyə seçilir? Bunu tamaşaçılara qeyd edin. Orada prokuror və yaxud da istintaq durur, deyir ki, məsələn, bu adamı niyə ev tutaqlığına şey eləməyək, məsələn, çöldən məhkəməyə gəlməsin, məhz kamerada olsun. Çünki bu adamın pulu var, təsir imkanları var, istintaqa təsir eləyə bilər, hədə-qorxu gələ bilər, sübutları məhv eləyə bilər, digər mümkün əlbirçilərlə koordinəli şəkildə fəaliyyət göstərə bilər. Yaxşı, indi gəlin deyim, mən bu sadaladığımın hansını Ramiz Mehdiyev indi eləyə bilməz?
Oturub villasında. Axı ev dustağında olanlar nələr edə bilməz onu bilirik. Telefon əlaqəsi olmaz, internetə Kimdən imkanı olmaz. Niyə məsələn baxın Yoxdur. indi kəsilib Qadağan da olar və kəsilib internet. nəzarətdir. Ay Sevinç xanım, kəsilib olar. Oğlunla qızınla görüşmür gündə. Yəni bu mümkün deyil. Bu adam kamerada olmalı. Hə, xəstədirsə Allah canını sağ eləsin. O da penitensiar xidmətinin xəstəxanası var. Aparsınlar qoysunlar ora. Bu nəyə artıqdır bizdən? Bax bunun digər o bu eyni maddələrlə həbs olunanlardan nəyə artıqdır? Niyə bu dəqiqə adam, baxın sizin, bizim elə Elman müəllimin də evi, eşiyi, oturduğu ev onun qulluqçularının oturduğu evdən kasıbdır. Yəni bu adam vətənə xəyanətin qiyməti budur. Yəni adam baxın, mən demirəm, filan beş məhkəmə, amma burada dəfələrlə deyib, Elman müəllim də deyib. DTX tutubsa da demək ortada nəsə var da. Düzdür ya yox, hə? Mən məsələn o təqsirsiz prezumpsiyası bizim vicdan məhkəməmizdə, xalqın da, bizim də müxalifin vicdan məhkəməsində Ramiz Mehdiyevin yeri bəllidir. Bu adam Azərbaycandakı 5-ci kolonun rəhbəri olub və Putinlə görüşdən sonra çox böyük ehtimal ki, orada artıq Azərbaycan prezidenti bu məsələdə artıq Rusiyanın geri addım qoymalı olduğunu yəqin ki dilə gətirib və Rusiyada barışıb. Faktlar mı təqdim olunur? Ya faktlar yox, Rusiya bilmir o nə işlə məşğuldur. Yox, faktlar yox, üzr istəyirəm. Rusiyadan Azərbaycana mı faktlar təqdim olunub ki və onun əsasında bu proses sürətlənib? Yox, ona da Rusiyanın mən düşünürəm ki, Rusiyanın Azərbaycanda Sevinç xanım siyasi baxımdan öz müdafiəsini aldığı adamlar var. Birbaşa adamlar var ki, məsələn necə deyirlər ki, məsələn siz NATOya girsəz biz bunu eləyərik. Elə bir siyahı da var. Tək Azərbaycanda yox, Amerikanın da var elə bir siyasi, Rusiyanın da var, Türkiyənin də var. Məsələn izah eləyə bildim nə demək istəyirəm? Yəni ki, qardaş bax bu bizə qulluq eləyib, buna dəymə. Niyə toxunulmazlıqdan mı çıxıb Ramiz Mehdiyev deyirsiniz? Eynən, bəli. Artıq yəni Azərbaycan Rusiya qarşısında mövqeyi ki gücləndi. Məsələn o görüşdən sonra əlimiz 10 aydır. Artıq ondan sonra artıq bu siyahı Rusiya tərəfindən qüvvədən düşmüş sayılır.